بسم الله الرحمن الرحیم. Fatiha suresi 7. ayet. Sıratal lezîne en'amte aleyhim gayrel mağdubi aleyhim veleddallin. Ayənin tərcüməsi. Nemət verdiyin kəslərin yoluna, qəzəbinə gəlmişlərin və azmışların yoluna yox. Ayənin təfsiri. Bu ayə əslində əvvəlki ayədə deyilən doğru yol məfhumu sözünün gözəl bir açıqlamasıdır. Burada bəndə Allahdan istəyir ki, onun pis əməlləri və əqidə azğınlığı ucbatından öz qəzəbinə tuş gəlib yolunu azanların yoluna deyil, hidayət, müvəffəqiyyət, haqq yolunun ardıcıllarına rəhbərlik, elm, əməl, cihad, şəhadət kimi nemət verdiyi şəxslərin yoluna hidayət etsin. Biz doğru yolu tam olaraq tanımadığımıza görə Allah-u Teala bu ayədə göstəriş verir ki, ondan bizi peyğəmbərlərin nemət verdiyi şəxslərin yoluna yönəltməsini istəyək. Eyni zamanda bizə xəbərdarlıq edərək bildirir ki, qarşınızda iki azğınlıq yolu, Allahın qəzəbinə tuş gələnlərlə yolunu azmışların yolu vardır. İnşallah növbəti videoda bu barədə ətraflı məlumat verəcəyik. Allahın nemət verdiyi şəxslər kimlərdir? Allah-u Teala Nisa surəsinin 69-cu ayəsində nemət verdiyi şəxslərin kimlər olduğunu açıqlamışdı. Allaha və Peyğəmbərə itaat edənlər qiyamət günü Allahın nemətlər verdiyi nəbilər, peyğəmbərlər, siddiqlər, doğru danışanlar, sədaqətli olanlar, etiqadı dürüst olanlar, şəhidlər və salihlər, yaxşı əməl sahibləri ilə bir yerdə olacaqlar. Onlar gözəl yoldaşlardır. Ayədə göründüyü kimi 4 qrup insan nemət verilmiş şəxslər kimi təqdim edilmişdir. Bunlar peyğəmbərlər, siddiqlər, şəhidlər və salih şəxslərdir. Bu 4 qrup insanın verilməsi bəlkə də bu mənanı çatdırır ki, sağlam, mömin və mütərəqqi bir cəmiyyət yaratmaq üçün ilk növbədə peyğəmbərlər meydana atılmalı, onların ardınca sözləri ilə əməli uyğun gələn doğru danışan şəxslər fəaliyyətə başlamalıdırlar ki, peyğəmbərlərin həyata keçirməyə çalışdığı işlər yarımçıq qalmasın. Təbii ki, bu yolda yanlış etiqada sahib olan pis əməl sahibləri doğru yolun qarşısını almağa çalışırlar. Onlara qarşı mübarizə aparmaqdan ötürü bir sıra insanlar özlərini haqq uğrunda sipər etməli, bəziləri şəhid olmalıdırlar ki, öz qanları ilə tövhid ağacını suvarsınlar. Və nəhayət, 4-cü mərhələdə bu mübarizə öz bəhrəsini verir. Beləliklə, cəmiyyətdə əməli salih insanlar formalaşır. Məhz belə bir cəmiyyət pak və mənəviyyatla dolu bir cəmiyyət olur. Yuxarıda deyilənləri nəzərə alaraq, biz Həmd surəsində gün ərzində dəfələrlə Allahdan istəyirik ki, bizə sadaladığımız 4 qrup, peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlərin yoluna yönəlsin. Təbii ki, hər dövrdə bu 4 qrupdan birinin yolunda addımlamalı, vaxtımıza düşən vəzifəni layiqincə yerinə yetirməliyik. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.